Məsəd xanım, bu bir məsələ gəldi ortalığa. Gördü Şəlalə xanım dedi ki, Azərbaycanda keyfiyyətin ölçülməsi və s. məsələsinin hələ də bir o qədər, yəni suallar olduğunu açıq mən belə başa düşdüm. Bu suallar var. Və belə aydın oldu ki, bizim indi ISO dediyimiz heç də tam maksimum keyfiyyət verən qurum deyil. Onun da üstündə olanlar var, daha çətin olanlar var. Bizim müəssisələr niyə ona getmirlər? Bəlkə suallar var, Məsəd xanım? Onu tam olaraq demək təbii ki, biraz çətindir, amma 10 il əvvəllə müqayisədə biz artıq görə bilərik ki, istər dövlət qurumu olsun, istər aidiyyatı qurumlar, istər elə özəl müəssisələr artıq təhlükəsiz qidanı, təhlükəsizliyini təşkil etmək üçün özləri də istər yerli, istər beynəlxalq səviyyədə müəyyən auditlərin aparılması, sertifikatların əldə olunmasına çalışırlar. Amma bütün bunlarla yanaşı yenə də o sexlərdə deyək və yaxud da mənşəyi bəlli olmayan yerlərdə olan məhsulların da satışda olduğunu görürük. Təbii ki, bu Məsəd xanım, mən ona gələcəm, o sexlərə gələcəm, amma bir sual və bu ciddi məsələdir. Böyük müəssisələrimiz belə hələ Avropanın o ağır sertifikasiyalarından keçəcək keyfiyyətdə deyillərmi? Təbii ki, əksəriyyəti deyil. Yəni, bu nəinki broilerdən danışaq, digər qida məhsullarında da mütəmadi olaraq araşdırma aparırıq. Xoşagəlməz halların ortaya çıxması hər zaman mövcuddur. İstər su olsun, istər yenə şəkər məhsulu olsun, yəni gündəlik istifadə olunanları deyək, istər çörəklər olsun. Bunların əksəriyyətində biz görürük ki, heç onlar standartlara uyğun məhsulları satışa göndərmirlər. Yəni, bu kimi hallarda təbii ki, keyfiyyətdə problemlər hələ də mövcuddur.